Bugün növbə Neftçinindir. Növbə Bakının Neftçi komandasının uğrunundur. Neftçinin fanatları ayaq üstədir. Ümid edək ki 90 dəqiqənin sonunda bu azarkeşlər belə sevinəcəklər və Neftçi bugün zəfər qazanacaq. Bugün Slovakiya rəqib Nitra komandası ilə cavab oyunu öncəsində yaxşı bir nəticə əldə edəcək. Hakimlər, görüşün baş hakimləri, Polşadan olan hakimlər futbolçularla birlikdə meydana daxil olurlar. Oyundan əvvəl komandanın rəhbərliyi, klubun futbolçuları iddialı olduqlarını söylədilər və Nitra önündə Bakıda yaxşı nəticə qazanacaqlarını bildirdilər. Və Neftçini bu görüşə kapitan sarğısı ilə Rəşad Sadıqov meydana çıxarır. Yan xət hakimləri ilə məsləhətləşdi və oyun başladı. Uğurlar Neftçi. Cəlmə meydançasında Neftçinin 6 futbolçusu var. Nitra isə bütün komanda ilə arxaya çəkilib. Qapıya doğru zərbə və Rəşad Sadıqovun qolu 7-ci dəqiqədə Neftçi hesab açır. Nitra'nın müdafiəçiləri gözləmədi. Neftçi hesab açdı 7-ci dəqiqədə Rəşad Sadıqovla. Nitra'nın müdafiəçiləri seyr etdilər və iki futbolçunun topu buraxmasından sonra Rəşad Sadıqov qapıya da ilk zərbə vurdu. 7-ci dəqiqədə hesab açılır. 7-ci dəqiqə Neftçi 1, Nitra 0. Qolun təkrarını yəqin izləyəcəyik. Rəşad Sadıqovdan gəldi ilk qol. Epizodun təkrarı müdafiəçilər və qapıcı bu zərbənin qarşısında aciz idi. 7-ci dəqiqə Neftçi 1, Nitra 0. Slovakiya təmsilçiləri ilə Azərbaycan klubları bir neçə dəfə qarşılaşıblar. Xüsusən Karvanın UEFA kubokunda tarixi yazdığı mərhələ keçdiyi oyun daha çox yadda qalanıb. Qapıya doğru Rəşad Sadıqovun qolu. 10-cu dəqiqə Neftçi ikinci qolu vurur. Rəşad Sadıqovun ardınca Rəşad Sadıqovun dəqiq zərbəsi. Neftçi 2, Nitra 0. Rəşad Sadıqov, 10-cu dəqiqədə isə Rəşad Sadıqov Neftçinin qollarına vurdu. Tomaş Tuyvel komandasına kömək edə bilmədi. Epizodun təkrarı və möhtəşəm qollardan biri. Sağ cinahdan Qasmyuk topu qəbul edir. Cəlməyəşə doğru ötmə verir. Hücum davam edir. Qapıya doğru zərbə qollar. Sadıqov zərbəsi və top son anda Nitra komandasının futbolçuna dəyərək qapı xəttindən çıxır. Rəşad Sadıqov dubl etməyə çox yaxın oldu 19-cu dəqiqədə, lakin zərbəsindən sonra top Nitra komandasının futbolçulara dəydi. Epizodun təkrarını izləyirik. Cəlmə zərbəsini Nitra komandasının oyuncuları yerinə yetirir. Cəlməyəşə doğru ötürmə. Miçoviç qapısını tərk etmişdi və Çobut səhvə yol vermişdi. Karol Karlik idi qapıya doğru başla zərbə vuran futbolçu. Epizodun təkrarını izləyirik. Vladimir Miçoviç topu qəbul etməyə cəhd göstərdi, lakin buna nail olmadı. Topu yenidən Adamiyə qaytardı. Oyundan kənar vəziyyət yoxdur. Adamiyə topladı. Qarşıda bir futbolçu var. Adamiyə cəmiyyətində daxil olur. Adamiyə ötməsi və qapıya doğru zərbə alınmadı. Georgi Adamiyə. Adamiyə topu qəbul etməyə çox yaxındır. Buna nail olur. Qarşısında bir futbolçu var. Adamiyə ondan sıyrılır. Cəmiyyətində daxil olur. Georgi Adamiyə topu xətti keçmişdi. Nitran hücumu, qapıya doğru zərbə və yaxşı ki İrakli Lilyaşvili topu qapının üstündən vurdu. Martin Totun uzun ötürməsi, Nitranın hücumu. Ruslan Abbasov topu uzaqlaşdırmalıydı bu epizodda. Qapıya doğru zərbə və top qapının üstündən keçir. Bəli, müdafiəçilərimiz rəqibə şans verdilər. Çox adi bir epizodda Nitra komandasının futbolçu Robert Semennik qapıya zərbə vurmağa imkan tapdı və top qapının üstündən keçdi. Çox boş mövqədədir. Samir Əliyev axsiya-axsiya irəliləyir. Rail Məlikov cəlmiyəsində daxil olmadan ötürməni verdi. Hücum davam edir. Qapıya doğru zərbə və top qapının üstündən keçir. Son saniyələrdə Neftçi 3-cü qolu vurmağa yaxın oldu. Son saniyələrdə Aleksandr Çetaqanovun zərbəsi yadda qaldı və onun zərbəsindən sonra top qapının üstündən keçdi. Budur epizodun təkrarı və Çetaqanovun zərbəsi. Rəşad Sadıqov var, oyundan kənar vəziyyət yoxdur. Abuşov topu cəlmə meydançasına tərəf ötürür. Samir Əliyev topu qəbul edə bilmədi. Adamiyə isə top çatmadı və görüşün baş hakiminin Finalski. Beləliklə Neftçi Nitra görüşü 2-0 hesabı ilə Neftçi komandasının xeyrinə başa çatdı. 7-ci dəqiqə Rəşad Sadıqov, 10-cu dəqiqə Rəşad Sadıqov. Qələbə münasibəti ilə Neftçinin futbolçularını, məşqçi heyətini, rəhbərliyini, klubun prezidentini və azarkeşlərini təbrik edirik. Bütün Azərbaycan
Futbol azarkeşlərini təbrik edirik və inanmaq istəyirik ki, Neftçinin qələbəsinin ardı gələcək. Neftçi mərhələni atlayan tərəf olacaq. Qolların təkrarı 7-ci dəqiqə Rəşad Sadıqovun dəqiq zərbəsi və 1-0. 10-cu dəqiqə Rəşad Sadiqovun dəqiq zərbəsi və 2-0. Neftçi 2, Nitra 0.